Hörmətli izləyicilər, A-Marketdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Bildiyimiz kimi dolar indeksində 17 noyabr tarixində güclü alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsi qırılmışdı və dolar indeksi həmin səviyyənin üzərində bağlanmışdı və həmin tarixdən etibarən dolar indeksində yüksəliş trendi davam edir və diqqət yetirsəniz günlər üzrə yalnız birinci dəstək səviyyələrinin üzərində ticarət olunub. Bu gün də texniki analiz nöqteyi nəzərdən dolar indeksi bugünün birinci dəstək səviyyəsi olan 99.621 səviyyəsini qırıb onun altına bağlanmazsa biz hələlik dolar indeksinin yüksəlişin davam edəcəyini söyləyə bilərik. Bu həftə eyni zamanda Amerikadan çox vacib iqtisadi göstəricilər, xəbərlər açıqlanmış olacaq. Belə ki, ilk olaraq pərakəndə satışlar açıqlanacaq sentyabr ayı üçün və son olaraq pərakəndə satışlarda 0.7% artım olmuşdur. Əgər pərakəndə satışlarda artım olarsa, bu iqtisadiyyatın canlı olduğunu göstərir və eyni zamanda inflyasiyada müsbət təsir edə bilər ki, bu da öz növbəsində dolar indeksinin güclənməsinə səbəb ola bilər. Əlavə olaraq bir digər vacib iqtisadi göstərici Amerikada ümumi daxili məhsul 3-cü il üçün açıqlanacaq və ümumi daxili məhsul, yəni GDP son olaraq 3.8% artmışdı. Əgər ümumi daxili məhsul 3-cü il üçün daha çox artarsa, yəni 3.8%-dən daha çox artarsa, bu dolar indeksinə müsbət təsir edə bilər və dolar indeksinin daha da yüksəlməsinə səbəb ola bilər. Əks təqdirdə, yəni ümumi daxili məhsul gözlənilənin altında qalarsa, bu dolar indeksinə neqativ təsir edə bilər ki, bu halda federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı daha da yüksəlmiş olacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 17 noyabrda yaranan güclü satış siqnalı hələ də davam etməkdədir və diqqət yetirsəniz avro-dollar valyuta cütlüyündə 1, 2, 3, 4, 5 gündür ki satış trendi davam edir və texniki analiz nöqteyi nəzərdən bugünün birinci müqavimət səviyyəsi olan 1.15466 səviyyəsi qırılıb avro-dollar valyuta cütlüyü bu səviyyənin üzərində bağlanmazsa, biz hələlik avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə 19 noyabrda yaranan güclü satış siqnalı hal-hazırda üstün mövqedədir. Belə ki, günlər üzrə GBP-USD valyuta cütlüyü həm 20 noyabrda birinci müqavimət səviyyəsinin altına ticarət olunub, həm 21 noyabrda birinci müqavimət səviyyəsinin altına ticarət olunub və bugün ərzində də bugünün birinci müqavimət səviyyəsi olan 1.31257 səviyyəsi qırılıb GBP-USD valyuta cütlüyü həmin səviyyənin üzərində bağlanmazsa biz hələlik İngilis funtu və dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızıl 18 noyabrdan, hətta 17 noyabrdan etibarən range içərisində ticarət olunur və nə günlər üzrə birinci müqavimət səviyyəsi qırılıb onun üzərində bağlanır, nə də birinci dəstək səviyyəsi qırılıb onun altında bağlanır. Yəni, həm alıcılar, həm satıcılar tərəfdən, hər iki tərəfdən balans var. Bu baxımdan qızılda hələlik biz hər hansı bir trending bazar proqnoz edə bilmirik. Və bugün içərisində əgər qızıl bugünün birinci dəstək səviyyəsi olan 4057 dollar səviyyəsini qırmazsa və birinci müqavimət səviyyəsi olan 4139 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik qızılda range ticarətinin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz USD-YENA valyuta cütlüyüdür. USD-YENA valyuta cütlüyü də texniki analiz nöqteyi nəzərindən 17 noyabrda alış siqnalı vermişdir və çünki həmin günün birinci müqavimət səviyyəsi qırılmışdır və USD-YENA həmin səviyyənin üzrə birinci müqavimət səviyyəsinin üzərində bağlanmışdır. Həmin tarixdən etibarən 1, 2, 3 gün USD-YENA valyuta cütlüyündə yüksəliş trendi davam etmiş oldu. Lakin 21 noyabrda USD-YENA valyuta cütlüyü həmin günün birinci dəstək səviyyəsini qırdı və həmin səviyyənin altında bağlanmış oldu. Bu da USD-YENA valyuta cütlüyündə satış siqnalının formalaşdığını göstərir. Ümumi olaraq Yaponiyanın istiqraz bazarında faizlərin rekord həddə yüksəlməsi, uzun vədəli Yaponiya istiqrazlarının faiz gəlirliyinin 2.8%-ə yüksəlməsi yenəyə müsbət təsir edir ki, bu da təxminən 30 illik bir tarixdə yenədə bond bazarında faizlər hər zaman çox aşağı səviyyədə olub. 1%, 1%-in altında olub və Yaponiyada artıq istiqraz bazarında faizlərin yüksəlməsi yenanın bahalaşmasına səbəb olur ki, bu baxımdan yena dollara qarşı 21 noyabrda dəyər qazanıb. Yəni bu xüsusilə istiqraz bazarında olan təsirlərdən dolayıdır. Bugün ərzində texniki analiz nöqteyi nəzərindən
USD yeni valyuta cütlüğü bugünün birinci müqavimət seviyesi olan 157-234 seviyesini qırıb onun üzerinde bağlanmazsa biz hələlik yeni USD yeni valyuta cütlüğünde enişin davam edeceğini söyleyebilirik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksində 20 noyabr tarixində satış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsi, hətta ikinci dəstək səviyyəsi olan 6580 dollar səviyyəsi qırıldı və qiymət həmin səviyyənin altında bağlanmış oldu. Bu da bazarda güclü satıcıların olduğunu göstərirdi. Bugün ərzində əgər S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6696 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.